bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Və bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm zəfər görüb, həm də bugün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə gələcək nəsillərə, gənc nəsillədir bu sözləri. Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın. Milli kimlik hər şeydən üstün olmalıdır. Milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən. İndi olur belə hadisələr. Amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan. İşğalçının diktəsi ilə oturub durmamalısan. Lazım olsa, ölsən də belə ləyaqətlə gərək yaşayasan və öz evladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəsilə bağlı olacaq. Haradasa 20 il, 30 il, 50 il sonra onlar da bizim kimi olmalıdırlar. Vətənə bağlı, mətin, iradəli, güclü ki, daim Azərbaycan yüksəklərdə olsun.